Bildiyiniz kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda dövlət uşaq siyasətini həyata keçirən dövlət orqanıdır və biz mütəmadi olaraq çətin şəraitdə yaşayan uşaqlarla çalışırıq. Bu gün biz kiməsə nəsə öyrətmək yox, daha yaxşı müzakirə xarakterli quraq bizim görüşümüzü, gözəl bir məhsul qoyaq. Məhsulumuz da bizim uşaqlarımızdır, uşaqlarımızın yanında olmalıyıq hər zaman. Uşaqların məcburi əməyə cəlb edilməsidir. Bizim ən çox həyatda rast gəldiyimiz, yəni mən bilirəm, region olaraq siz də bunlarla rastlaşırsınız və bizim ən çox praktikada rast gəldiyimiz uşaqların dilənçiliyə cəlb edilməsidir. Nümunələri ortaya çıxartmaqda o qədər maraqlı deyilik, problemləri ortaya çıxartmaqda maraqlıyıq.